Yəni gözü gözünüzdə, üzü gözünüzdə cəmaatın balasını büyün də Suraka yolladılar. Ha? Suraka yollayırlar, sonra da gəlirlər, qeyd edirlər ki, fərəh bir iş gördülər, gözəl bir iş gördülər bunlar. Gözəl bir, yəni bunlar həmişəki işlərindən də, öz şərəfsiz işlərindən və gəlir elçin idarənin qabağından səhəri günü. Təsəvvür edin, idarənin qabağından o tərəfə keçir, bu tərəfə keçir. Yəni bu gözəl bir iş gördü. Bu kişilik daxı bunu gördüyü iş nə ola bilər ki, elçinin gördüyü şərəfsizlik ola bilər də. Elçin sənin payına deyirəm, bu sənin satışlar halda. Öz şərəfinə, qeyrətin varsa, kişiliyin varsa, gəl məni öldür. Amma özün öldür. Kişisənsə özün öldür. Öldürməsən də bir həftə 10 gün məni öldürməsən, sən axmaq söyüşdə söz. Amma gəl özün öldür. Əgər sən kişisənsə, özünü kişi bilirsənsə. Ha? Utanma, bulan bir qardaşı yoxdur. Bir normal olayı yoxdur bulan. Nasıl olsaydı gəl qardaşına qalsan, sən. Ha? Çünki bunlarda yoxdur, o şey yoxdur bunlarda. Ha? Bunlarda şərəfsizlikdən başqa, qeyrətsizlikdən başqa, oğraşlıqdan başqa, vicdansızlıqdan başqa nə var bunlarda? Baxın, ha? Cəmaatın balasını tutturdular. Hələ o bu eşəni görmürsən, o valideyn oğlu eşən şərəfsizi oğraşı, ha? Bir maşına hər şeyi satan oğraş, ha? Bir vicdansız petuq, ha? Bir şilliyə boyun qırlar, ha? Bir şilliyə adam boynu qırlar, ha? Aparıb demək buna aparırlar xəstəxananın qapısında şey durur, Osmanoğlu pastı durur. İçəridə də Şükürün oğlu nədir sahiblə girir Bəhruz, Muradoğlu Bəhruz. Girir içəridə biri yumruq vurur, biri də götünə bıçaq vurur, soxur bunu. Bunu da orada şərait yaradan kimdir? Buna Məcid doktor yaradım şəraiti. Məcid doktor Elçin Qudası baxı. Yəni bunlar nədir? Hələ o ekspert hamısı var da. Bunu hamı bilir də. Bütün kənd də bilir ki, Büyün Binyami yalandan tutulmuşdu, ha? Binyamiyə gəlib idarənin qabağında 200 nəfərin içində Elçin çatıb axmaq söyür, Elçin Binyami də buna bir şillə vurdu. Bir şillərlə ay dəhnəli, ay dəhnə cəmaatı. Əgər siz varsınızsa, ay bizim dəhnənin oğlanları varsınızsa əgər. Kişiliğiniz olsun, ayağa durun, bəs artıq bəs bu. Bu şərəfsizliklə nə qədər göz yumusunuz, nə qədər bu iyice yaşarsınız. Vallahi deyirəm, salat bu şeylər sizin başınıza çatmışdır deyirəm. Allah'a and olsun. Bəs də, ayıf da, eşek bir dənə şakal şərəfsizin əlində qoyamısınız, niyə ölmürsünüz siz, ha? Ha? Nə qədər olasınız bu şeylər? Ay vallahi ayıf deyil, ayıfdır, ayılın ay cəmaat, ay dəhnəli, ayılın. Ki, Büyün Binyami niyə görə tutulur? Niyə yaxşı bunlar məhkəmədə iştirak edirlər, məhkəmənin həyətində gedib dururlar, gözləyirlər ki, Elşənin məhkəməsi gedir. Bunlar Elşənin nəyidir? Nəyə görə Elşənə görə bunlar, nə bilim, nədir, vəkillərə ayda 20 bin, 30 bin manat pul verirlər. Nəyə görə verirlər? Ya səbəb nədir də? Niyə bunu hamı bilmir ki, ay Elşən, ay Rahim, ay Əlvida, ay Qalib qardaşı, ha? Hamı sənin, ay Qalib, sənin xətrini çox istəyirdi. Axırda, yəni sən də mi bu oyuna girdin? Sən də mi bu cəmaatın balasını atasız qoymağa, sən də mi əl atdın, ay Qalib, ha? Və hamının sənin hörməti var idi, sənin qardaşların bildik da, başa düşdü ya Qalib, və sana nə olmuşdu? Ha? Siz nə qədər haqsızlıq edirsiniz, siz nə qədər bu şeylərə əl qoyursunuz, qol qoyursunuz. Birini öldürdünüz, birini asırsınız, birini öldürürsünüz, birinin ailəsini dağıdırsınız. Birini nə bilim öyün yandırırsınız, birinin maşını yandırırsınız, birinin nə bilim dükkanını yandırırsınız. Mən inşallah yenə deyirəm, Allah'a and olsun bana, dayan yaşayan bundan sonra bütün qurumlara mən buradan xahiş edəcəm. Hamısından ki, nə təhri bu boyda insanlar, nə təhri bunlar dövlətə qarşı dururlar mı? Bunlar pulları ilə dövlət sustururlar, kişi bunlar. Pulları ilə adam tuturlar. Bu Şəki məhkəməsində olan haqsızlıq nə təhri ola bilər ki, bu boyda haqsızlıq olar ya? Ha? Hala baxır bu bizim dövlətimiz. Hala baxır da, hala baxır Şəki məhkəməsində olan haqsızlıq. Bu Şəkinin baş həkimi Məcid Əliyevin elədiyi haqsızlıqlar. Kimdir ki bu narkomanlar gəlib qapının ağzında dururlar. Oyuna bax, oyunu əvvəldən qururlar. Sonra narkomanlar gelir bizi çağırır. Adamı, vurulan adamı güya Binyami vurduğu adamı Binyami vurtmuş kimi təzdən içəridə Muradoğlu yumruqla vurur. Şükürün oğlu sahibdə bıçaqla vurur. Qapıda duranda yenə narkoman Osmanoğlu durur qapıda da. Bunlar da gelirlər buradan çatına zərbə vururlar. Zərbə indirirlər ki, güya bu zərbə almış kim vardı. Bunun şərakilərdən kimdir? Məcid Əliyev. Amma bizim dəhnə cəmaatı büyündən buna susur. Sizin bundan sonra varlat deyiləm, bu oyun sizin başınızda oluşdu. Ay kişi, ay qardaş, ay dəhnə cəmaatı, ay dəhnənin oğlanları, ay dəhnənin özü kişi deyənləri. Əgər kişisinizsə, kişiliğiniz varsa, qeyrətiniz varsa durun ayağa. İnşallah mən bütün dövlət qurumlarından mən xahiş edəcəm, həm özümün yenə də təhlükəsizliyim üçün mən neçə dəfədən artıq 2 dəfə hamı da görüb nətər döyülməyimi də, hansı halda olduğumu da görənlər də var, bilənlər də var, Allah'a şükür. Ki mən hansı vəziyyətdə döyülmüşəm Elçin tərəfindən, yəni vurulmuşam da dəfələrlə ki, bu şikayətlərimə görə bunların şeylərini, bəzi cinayətlərini açıb çıxartmaq üçün. İndi yenə də oturub Azərbaycanda şərəfsiz çeyriz başqa WhatsApp zadı var buna qazırsa. Eşidirsənmi? Belə bu xodlarla bütün mağazin uşaqlarından pul aytəzəndən bu hərəsindən 200 min, 300 min, 500 min, ən azından 200 min ar. Yəni bu şərəfsiz. Bax buna oturub Azərbaycanda uşaqlara hədə qorxu gəlir. Uşaqlar hamısı qorxusundan yenə verirlər də, çünki bunun telefonu var da. Verməyən kimi oradan zəngi vuruşdu, Balaçan uşaqları, bizim kəndçiləri döyənlər də, ikisi də türmədə daxı. Onlara deyir ki, get mağazinin o da ya özünü döy binanın qabağında həm Şəkimdə kəndinə art Elçin kəndin cəmaatını bəlli etdi həmişə. Bunu hamı da bilir, bunu Elçin dananmaz ki, Elçin bunu danırsa demək şərəfsizdir, beqeyrətdir, namussuzdur. Bu çıxsın desin ki, bunu eləməmişəm. Bir kəlmə özü söysün, çıxsın. Elçin bu şeylərdən xəbəri yoxsa, çıxsın bir dənə Elçin hansı qohum qardaşı bir dənə çıxsın söysün, desin ki, eləmir Elçin şeylə xəbəri yoxdur. Çıxsın da biri. Çıxsın içində. Gör bu artıq bunun bir qalib qardaşının hörməti var idi cəmaatın içində. Artıq qardaşı da bu diriyib öz qardaşını da məcburlayıb bu öz oyunlarına, şərəfsiz oyunlarına qardaşını da indi qardaş da məcburdur da yenə də qoşdu öz oyunlarına. İndi inşallah bilirik də bunların arxasında bunların da bilirik kimlərdir, nədir? İnşallah hamısı Allah böyükdür, yenə də heç kim heç nə narahat olmasın. Mən sizə 101% əminəm, söz verirəm ki, hər şey sizin bəzi o Elçini təbrik edən şərəfsizlərə deyil sözümdən kişilərə, bəzi kişilər var da 5-10 dənə qağıtdır. Onlara ki, narahat olmayın heç kim hesabdan. İnşallah indi görürsünüz. Bu sizə mən buradan söz verirəm hamınıza. Allah böyükdür və bizim dövlətimiz var, dövlət başçımız var və bizim orqanlarımız var güclü inşallah. İndi olur da yenə deyirəm ki, hansısa qayda pozuntuları olmalıdır. O qayda pozuntusu pozanlar da inşallah hamısı məsuliyyətə cəlb olmuşdur.
Və o qayda pozanları da kim, hansı, nəyə vadar eləyib, nə bilim, demirəm, uşağın xəstəliyindən, cəmaatın uşağın xəstəliyindən istifadə edirlər bunlar və hansısa bağları evində bunlar yenə deyirəm, namusdan, qeyrətdən, vicdandan, Allahdan danışırlar. Amma bu günlərin hansısa bir, nə bilim, qadını, kiminsə baisini, ailəsini, uşağını gözü yaşlı qoyan heç vaxt kişilikdən danışa bilməz. Şərəfsiz bunlar, ölmürlər də bunlar. Bunların boyun yerə soxun, bunlarda bir ağsaqqal yoxdur ki, çıxsın desin ki, nə var, nə varsınız? Nə, bu nə utanmırsınız, ayıb deyil, cəmaatın balasını döydünüz, get daxırda özünü astı. Adını asmış, güya ki, özünü, cəmaatın balasını öldürdülər, gətirdilər, astılar, dedilər şeydir, Zaurda rəhmətli Cəfərabadda olan. Bunlar nələr eləmədilər ki, bunlar hansı alçaqlığa, bunlar hansı, nə bilim, nəyə əl atmadılar, görmürdüm. Mən o telefonda danışanda məndən Rahimin danışmağını, mən and olsun zabit şərəfimə, amma gördünmü, sağ olsun, Qabil yenə orada mənə kömək oldu, dəstək oldu, hər şey artıq bildi ki, bu mənə and içə, mənə demək bu şeyə dəvətliymiş bu, mən də kiminsə üzünə duram. Bunlar mənə maşını affetsinlər, nə bilim, nə olsun, bunlar nə gündədirlər, niyə ölmürlər görəcək. Yəni, bunu orada da maskası oldu da, bunlar, hamı bunu bilənlər bildi, yəni ki, bunu anlayanlar bilər də, nə bilim, nə qədər deyim, yəni, ayıb olsun.